İkinci mətnimiz indi tam zamanıdır. Diqqətlə qulaq asın, sonra problem olmasın. Deməli, Wangari Maathi bütün həyatı boyu Afrikanın azalmaqda olan meşələrinin qorunması məsələsi ilə məşğul olmuş şəxslərdən biridir. O, Nobel mükafatı almış ilk Afrikalı qadındır. Yaşadığı kəndin ətrafındakı göllər qurumağa, bulaqlar yox olmağa başlayanda Wangari nə isə etməli olduğunu anladı. Bir yerə toplaşmaq üçün digər qadınlara müraciət elədi. Nobel mükafatına layiq görülməsini xanım Maathi böyük həyəcanla qarşılamışdı. Qadınlardan biri dedi, hökumət tarlalara yer açmaq üçün ağacları kəsir. Buna görə odun lazım olanda biz kilometrlərlə yol qət etməli oluruq. Wangari bağırdı, durun, torpağımız kimsəsiz deyil, ağacları geri qaytarmalıyıq. Neçə ağac əkək? Deyə soruşdular. Bir neçə milyon kifayət edər, deyə Wangari cavab verdi. Qadınlar heyrətlə soruşdular, hansı plantasiyadan bu qədər ştil əldə edə bilərik? Wangari dedi, plantasiyadan almayacaq, ştili özümüz yetişdirəcəyik. Qadınlar toxum əldə etmək üçün meşəyə üst tutdular. Bu yol ilə bir neçə Kenyalı qadın öz bağçasında ştil yetişdirib ağac əkməyə başladı və Kenya sərhədlərini də aşan yaşıl qurşaq hərəkatı başlandı. Əkilən ağacların sayı 40 milyona çatdı. Xanım Maathiyə görə ətraf mühitin qorunması ilə insan hüquqlarının müdafiəsi arasında əlaqə var. Biz insanlar ekosistemin bir hissəsiyik. Bu sistemin bir hissəsini öldürəndə özümüzü də qırırıq. Buna görə də bu ekosistem olduğu kimi qalmalıdır, qorunmalıdır. Bizim salamat qalmağımız özümüzdən asılıdır. 2004-cü ildə Wangari Kenya və bütün Afrikada inkişaf, demokratiya və sülh yolunda apardığı mübarizəyə görə Nobel mükafatı təqdim edilmişdir. Wangari Mərkəzi və Şərqi Afrika ölkələrindən elmlər doktoru olmuş ilk qadındır. O, Kenyanın ətraf mühiti, milli sərvətlər və meşə nazirinin müavini vəzifəsində çalışmışdır. Normal, rahat dili olan bir mətindir. Baxaq, 11-ci suala. Üzərinə rəqəm yazılmış sözlərdən deyir, hansılar həqiqi mənadadır. Birincisi, üzərinə rəqəm yazılmış sözləri tapmalıyıq. Göllər qurumağa, ikinci sözümüz görülməsi, üçüncü sözümüz ağacları kəsir, dördüncü söz cavabı verdi, beşinci söz üz tutdu, altıncı sözümüz yoxdur. 5 dənə sözümüz var. İndi baxırıq. Göllər deyir qurumağa. Qurumaq əlbəttə ki, həqiqi mənadır burada. 2-də deyir ki, layiq görülmək. Layiq görülmək məcazi mənadadır. Ağacları kəsmək həqiqi mənadadır, cavab vermək məcazi mənadadır, üst tutmaq məcazi mənadadır. Həqiqiləri istəyir, cavab olur 1 ilə 3. C variantı. 12-ci suala baxırıq. Deyir ki, mətndə çərçivə daxilində verilmiş sözün mənasını müəyyən edin. Plantasiya. Hansı plantasiyada bu qədər ştil əldə edə bilərik? Siz hər halda bilirsiniz ki, plantasiyada əkin işləri ilə məşğul olurlar. Cavan ağaclar olan meşə sahəsi. Meşə deyil. Fermer təsəvvür. Fermerdə heyvan olur. Plantasiyada bitki. İxtisaslaşmış iri əkinçilik təsərrüfatı. Baxın, əkinçilik uyğun gəlir. Cavabımız C-dir. Kiçik şəxsi təsərrüfat sahəsi. Şəxsi təsərrüfat deyil. Plantasiyada isə banan plantasiyaları tutaq ki, banan əkilir ancaq orada. Həyətyanı təsərrüfat, bu da insanın özünə məxsus olan bir şeydir. Yəni, plantasiya geniş anlayışdır. İxtisaslaşmış iri əkinçilik təsərrüfatı. Yəni, banan plantasiyaları deyəndə sırf banan üzrə ixtisaslaşmış bir ərazidir. Yəni, ancaq o ərazidə banan əkilir. Məsələn, 10 hektar ərazidir, ancaq banan əkirlər. Bu anlamdadır plantasiya. Cavab olur C variantı. Keçirəm 13-cü suala. Deyir, hansı hikmətli fikir mətni məzmunu ilə səsləşir? Deyir, uğursuzluqlar güclülərə daha çox güc verir. Mətndə uğursuzluqdan söhbət getmir. Başqalarına qalib gələn qüvvətli, özünə qalib gələnsə əzəmətlidir. Özünə qalib gəlməkdən söhbət getmir. Uğur insana bəlkə də çox şey öyrətmir, amma uğursuzluq çox şey öyrədir. Mətndə uğursuzluqdan yenə də deyirəm, söhbət getmir. 1000 kilometr uzunluğunda olan yol sadəcə bir addımla başlayır. Bu düzdür, çünki o Maathinin bir addım atıb insanları eyni bir ideologiya altında birləşdirib ağac əkməyə təşəbbüs eləməsi, görün nə qədər insanı öz ətrafında birləşdirdi və nəticə etibarilə 40 milyon ağac əkildi. Ona görə deyir, 1000 kilometr uzunluğunda olan yol bir addımla başlayır. Yəni, bircə ağac əkmək nətərə?
40 milyona çatdı. 7 deyir, səhv etməkdən qorxmayın. Burada səhv etməkdən qorxmaq məsələsindən söhbət getmir. Cavab olur D. 14. Wangari Maathi mətnə görə necə birisidir? Əlbəttə ki, təbiəti sevir. Sözsüz ki. Çünki ağac əkir adam. Şöhrətpərəstdir. Xeyr. Çünki şöhrətpərəst belə necə deyim, təriflənməyi sevən, şanı şöhrəti sevən, yəni bunu nəzərdə tutur. 2 səhvdir. Biri də götürdüyümüzə görə C-də gedir. Qətiyyətlidir. Düzdür. Məsələn, hökumətdən kömək istəyir, xeyr, tək edir və gedir toxumları insanlarla bir yerdə meşədən tapır, gətirir, əkir. Qətiyyətlidir, amma düzdür. Yəni, dediyin üstündə durur. Təkəbbürlü bərabər lovğa deməkdir. Özündən razı, təkəbbürlü lovğa. Bunlar da Maatiyə getmir. Ona görə 1-4 cavab olur Y. 15. Görən kimi bildim ki, orada 100% hansı cümlə mətndən əlaqəni pozur. Ona görə gəlin elə o hissəyə baxaq, üzərində də göstərək ki, hansı hissə əlaqəni pozur. Baxın, uşaq, burada danışır ki, nə bilim, göllər qurumuşdu, bulaqlar yox olmuşdu, Wangari nə olduğunu anladı, bir yerə toplaşmaq üçün digər qadınlara müraciət etdi. Sonra deyir, Nobel mükafatına layiq görülməsini xanım Maati böyük həyəcanla qarşıladı. Nə əlaqə? Bax, bu cümlə əsas hissədir də, bura artıq ikinci abzas əsas hissədir. Əsas hissəyə aid deyil. Nobel mükafatına layiq görülməsindən harda danışır? Nəticədə, baxın, burada. Yəni, o əslində ikinci cümlə var, qarşısına 2 qoyulmuş cümlə. Yəni, orada yazılmaqdansa götürülüb nəticəyə yazılmalıydı. Ona görə 2 cümləsi, yəni yersizdir. Burada danışır, ağac qurudu, belə oldu, problemləri göstərir, Maatinin o problemlərə qarşı olan münasibətini göstərir. Sonra da deyir ki, Nobel mükafatına layiq görülməsin, böyük həyəcanla danışır. Cavab olur A. 16. Mətndə qarşısına üçbucaq işarəsi qoyulmuş söz hansı cümlənin tərkibində, mətndəki mənasında işlənib? Deməli, baxaq. Üçbucaq işarəsi. Bu yol ilə bir neçə Kenyalı qadın. Yəni, bu üsul, yol. Yadınıza gəlir, minval sözü vardı 5-ci sinifin sözlərində. Tərz yol, üsul. Bax, o mənada olmalıdır. Kəndimizə asfalt yol çəkildi, xeyr. Biz uzaq yoldan gəlmişik, xeyr. Hər bir tələbənin qarşısında geniş yollar açılıb, bu fürsət mənasındadır, xeyr. Vətən yolu, vətən uğrunda deməkdir, xeyr. Bilik əldə etməyin yolu çox çalışmaqdır. Bilik əldə etməyin üsulu çox çalışmaqdır. Tərzi çox çalışmaqdır. Tərz yol, üsul. Bu mənada sinonimdirlər. Cavab olur Y variant. Mətndəkindən eynidir. Sonra gəldik, çıxdıq 18-ci suala. Deyir, mətn əsasında doğru fikri müəyyən edin. Qadınların dəstəyi ilə Wangari öz məqsədinə nail olur. Düzdür. Çünki o gedir qadınlara deyir ki, qadınlara xahiş eləyir. Deməli, baxın, Wangari dünən torpağımız kimsəsiz deyil, neçə ağac əkək falan soruşdular. Çünki burada görürsünüz, qadınlar heyrətlə soruşdular, hansı plantasiyadan əldə eləyəcək falan. Sonra qadınlar bir-bir gedirlər meşədən toxum yığmağa ki, ağac əksinlər. Cavab A olacaq, amma gəlin digərlərinin yanlışlığını əsaslandıraq. Deyir ki, Mahatma Wangari'nin xidmətləri qiymətləndirilmədi. Yanlışdır, qiymətləndirildi, çünki Nobel mükafatına layiq görüldü. Qadınlar şitir almaq üçün müxtəlif plantasiyalardan yardım istədilər. Heç kimdən yardım istəmədilər, meşədən toxum yığırdılar. Nobel mükafatına layiq görüləndən sonra Wangari yaşıl qurşaq hərəkatına başlayır. Nobel mükafatına layiq görülməmiş yaşıl qurşaq hərəkatına başlayır. Zaten yaşıl qurşaq hərəkatının nəticəsində Nobel mükafatı alır. Maatinin nitqindən məlum olur ki, hökumət ağacları kəsir. Maatinin nitqindən deyil, orada qadınlardan biri deyir ki, hökumət ağacları kəsir. Ona görə yanlış cavab olur A variantı. 18. Hansı plan bəndləri mətnin eyni tərkib hissəsinə aiddir? Baxın, eyni tərkib hissə deyir. Yenə, mətni oxuyanda nə etmək lazımdır? Əlbəttə ki, tərkib hissələrinə görə qruplaşdırmaq lazımdır. Daha mən mətnə bir də geri qayıtmayacağım. Mətn əlinizin altındadır. Deməli, təbiət və insanın vəhdəti Nobel mükafatını alan ilk Afrikalı qadın.
Bunu girişdə yazmışdı. Çünki ilk Afrikalı qadın olduğu qeyd olunur. Göstərək. Birinci abzasın ən sonunda qeyd olunur. Deməli, o gedir girişə. 2 getdi girişə. 2-ni yazırıq qarşısına giriş. Yaşıl qurşaq hərəkatı vəziyyətdən çıxış yolu elmi nailiyyət yüksək vəzifə. Elmi nailiyyət yüksək vəzifə də aiddir nəticəyə. Aiddir nəticə. Çünki deyir ki, nazir müavini işləyib. Siz 2-ni 5-ə atsanız, görürsünüz, 1, 3, 4 də düşür əsas hissəyə. Əsas hissə. Və salam. Cavab olur C variantı. Sonra 19. Həqiqi sahibi olmayan torpaq yetimdir. Aforizmini mətnlə əlaqələndirərək fikirlərinizi yazın deyir. Aforizmi mətndəki Marti obrazı ilə əlaqələndirmək olar. Çünki Marti həmin torpaqlara sahib çıxır. Orada toxumlar əkir, ağaclar əkir və yaşıllıqlar belə deyək salır və beləliklə torpaq özünə gəlir qısacası. Belə də yaza bilərsiniz ki, Vanqari və onun ətrafdakıları, onun ətrafdakı insanlar, tərəfdaşları öz torpaqlarına sahib çıxırlar, onu kimsəsiz və yetim qoymurlar. Çünki dediyim kimi, həmişə yazanda çalışın aforizmə də əlaqələndirin. Yetimdir deyir. Yəni torpağı yetim qoymurlar, ona sahib çıxırlar və torpaqda çoxlu ağaclar yetişdirirlər. Qısacası belə. 20-də isə baxaq görək. Deyir nöqtələrin yerinə. Deyir ki, gəlin onu bir də oxuyaq o hissəni. Deyir, bu sistemin bir hissəsini öldürəndə özümüzdə qırırıq. Buna görə də bu ekosistem olduğu kimi qalmalıdır, qorunmalıdır. Bizim salamat qalmağımız ekosistemdən asılıdır. Baxın, deyir ki, sistemin bir hissəsini öldürəndə özümüzü də öldürürük, düzdür? Ekosistem qalmalıdır ki, biz də qalaq. Deməli, bizim salamat qalmağımız nədən asılıdır? Ekosistemdən asılıdır. Ekosistem salamat qalmalıdır ki, biz də salamat qalaq. Deməli, bizim salamat qalmağımız nədən asılıdır? Ekosistemdən asılıdır. Qısacası. Ekologiyanın qorunmasından asılıdır. Belə. Bu da bizim neçən sualımızdır? 20-ci sualımız. Bu mətndə izahı belə. Bitdi.